Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 40-cı dərs suallar və cavabları. Hansı məna doğrudur? Birinci, ənəun yəttəxizu həuləi. A variantı saatlar tutur bunlar. B variantı vaxtlar tutur nemətlər. İkinci, cəhimun ənnə həmimun. A variantı yandırıcı su hardan cəhənnəm. B variantı cəhənnəm hardan yandırıcı. Üçüncü, nəsiyə lə'ənə xasira. A variantı unutqanlıq, lənət, ziyan. B variantı unuttu, lənət etdi, ziyan etdi. Dördüncü, yusari'unə yecidunə yescudunə. A variantı tələsirlər, tapırlar, səcdə edirlər. B variantı tələsdilər, tapdılar, səcdə etdilər. Beşinci, ya'simu cədil əəddə. A qoruyur, söhbət et, hazırladı. B qoruyur, söhbət etdi, hazırla. Düzgün variantı seçin. Dəvət et, pak və müəzzəh. A variantı subhanun ud'u. B variantı ud'u subhanun. 2. Və gərək olsun, rəhm edir. A vəltəkun yarhamu. B variantı və yakunu xasira. 3. İstədi, ziyan. A variantı nəsiyə xasira. B əradə xusranun. 4. Məbudlar ana. A variantı əlihə ummun. B variantı ənəu əm. 5. Vasitələr ziyan. A variantı şəfi'u xasira. B variantı şufa'un xusranun. Düzgün cavabları tapın. Yəni düzgün tərcüməni müəyyənləşdirin. Birinci, وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ. A. Və sizdən bəziləri xeyrə dəvət edirlər. B. Və gərək olsun sizdən bir ümmət ki, dəvət edələr yaxşılığa. İkinci, Nəsullahə fənəsiyəhum. Nəsullahə fənəsiyəhum. A variantı unuttular Allahı, beləliklə unuttu Allah onları. B. Unuttu Allah o kəsləri ki, özlərini unuttular. Üçüncü, İnnəlləhə lə'ənəl kəfirinə və addə ləhum sə'ira. A. Həqiqətən Allah kafirlərə lənət edir və hazırlayır yanan atəşi. B. Şübhəsiz Allah lənət etdi kafirlərə və hazırladı onlar üçün alovlanmış bir atəş. 4. Demək, Qul mən zəlləzi ya'simukum minəllah in əradə bikum su'ə. A. De kimdir ki qoruya sizi Allah'tan əgər iradə etsə sizə bir pislik. B. De sizi qoruyan Allah'tır o zaman ki bir pisliyə düçar olsanız. 5. Və əzənun minallahi və rasulihi ilən-nəs. A. Və elan etdi və dəvət etdi Allah və elçisi cəmaatı. B. Və bir bildirişdir Allah tərəfindən və onun elçisindən insanlara. B variantı. Doğru variantı seçin. 1. Əmr edirlər yaxşılıqlara və çəkindirirlər pisliklərdən. A variantı. Ya'muruna bil munkari və yenhauna anil ma'ruf. B variantı. Ya'muruna bil ma'ruf və yenhauna anil munkar.
İkinci, və şübhəsiz zülmkarlar bəziləri bəzilərinin dostudurlar. Yaxud da ki, və şübhəsiz ki, zülmkarlar bir-birlərinə dostdurlar. A. El-munafiqun vel-munafiqatu ba'duhum min ba'd. B variantı. Və innel-zalimine ba'duhum evliya'u ba'd. 3. Bir ümmət ki dirçəldəndir haqqı tilavət edirlər Allahın ayələrini. A variantı. Ümmətun qaimetun yetluna ayatillah. B variantı. Ümmətun yed'una iləl xayri və yəmuruna bil ma'ruf. 4. Tapmayacaqlar dost və köməkçi. A variantı. La yecidun veliyyen ve la nasira. B variantı. La demek. La yecidun lehum min dunillahi veliyyen ve la nasira. Və doğru cavablar hansı məna doğrudur? 1A, 2B, 3B, 4A, 5A variantı. Düzgün variantı seçin də 1B, 2A, 3B, 4A, 5B variantıdır. Düzgün tərcüməni müəyyənləşdirin. 1B, 2A, 3B, 4A, 5B variantıdır. Və doğru variantı seçin. 1B, 2B, 3A, 4A variantıdır. Keçid alırıq ifadələrə. Ondan öncə demək istəyirəm ki, ola bilər ki, mən dəfələrlə videoları yazıram, silirəm. Yəni sizdən halallıq istəyirəm ki, ola bilər ki, bugünə qədər dərslərdə hər hansı bir mexaniki səhvlər edirəm. Amma olub ki, özüm də diqqət eləmişəm, amma artıq gecdir. Daha çox da testlərdə səhvlərim olur. Çünki fikrim yağınlıq ola bilər. Yəni məni üzürlü bilin və halınızı istəyirəm. Çünki zaten dərsi bilsəz, o testlərə düz cavab özünüz verə bilərsiniz. Çox asan dərsində və səhvlər gülünc olur. Olur hərdən. Ona görə sizdən üzr istəyirəm hamınızdan, ayrılıq tək-bətək hamınızdan və məni anlayışla qarşılayarsınız ümid eləyirəm. Yəni inşallah ki, burada səhv olmaz. Çünki bacara bildiyim qədər diqqət etməyə çalışıram. Demək, ifadələr də bu səfər daha rahat variantı eləmişəm. Sizlər çünki birdən səsli edirəm. Siz səsimi yerinə yazmaq daha rahat olar sizə. Birinci, yəmuruna bil ma'rufi və yenhavuna anil munkar. Yaxşılığı əmr edərlər və pis əməllərdən çəkindirərlər. İkinci, min əhlil kitabi ummetun qaimə. Yəni kitab əhlindən düzgün bir ümmət var ki. 3. وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ. Mömin kişi və mömin qadınlar bir-birinə dostdurlar. 3. وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ. Namaz qılırlar, yaxud namaz qılarlar, zəkat verərlər, yaxud verirlər və Allaha itaət edirlər, yaxud da edərlər. 5. İnnel munafiqine humul fasiqun. Həqiqətən münafiqlər əsl fasiqlərdir. 6. Ud'u ilə səbili rabbikə bil hikməti vəl məu'izatil həsənə. Hikmət və gözəl öyüd nəsihət, hikmət ilə və gözəl öyüd nəsihət ilə öz Rəbbinin yoluna dəvət et. 7. وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ. Onlarla ən gözəl tərzdə, ən gözəl formada söhbət et. Belə də demək olar. 8. İnne rabbeke huve a'lemu bimen dhalle an sabilih. Həqiqətən Rəbbin onun yolundan azanları da yaxşı bilir. 9. Və mən yəttəxiziş şeytanə vəliyyən min dunillah. Və kim Allahın yerinə şeytanı özünə dost tutarsa. 10. İnnəllâhe le'anəl kafirinə və a'addə ləhum sa'ira. Həqiqətən Allah kafirlərə lənət etdi və onlar üçün yanar od hazırladı. 11. Ennəllâhe bəri'un minəl müşrikinə və bəşşirillezine kəfəru bi'azabin əlim. Kafir olan kəslərə ağrılı əzabla müjdə ver.
yaxud müjdə ver o kəslərə ki, kafirdirlər, ağrılı əzabla. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.